Hə, növbəti sualda 143-də. Belə bir miqyas verilib bizə, sahə verilib bizə. İndi bəzi suallarda, məsələn, bax burada var, 134-ə baxaq gəlin. Bu miqyas verilib, xəritədə uzunluğu 2,5, eni isə 2 sm verilib. Hə, nə edirik biz burada? 2,5-dirsə, bunu vururuq 2-yə, 2 də verilib deyə. Bunu aldıq neçə? 5 santimetrin kvadratı. Hə, bu da 1, 2, 3, 4, 5 dənə sıfırı sildik, qaldıq 20. Yəni 1 santimetrdə 20 kilometr oldu. 5 santimetrin kvadratında isə x kvadrat kilometr oldu. X də buradan bərabər nə olacaq? Deyəndə biz artıq bunu yüksəltməliyik kvadrata. Hə, bu da olacaq 1 santimetrin kvadratında 20-nin də kvadrat nə edir? 400 kvadrat kilometr. Hə, bunu da vurduq bura. Çıxdı getdi. 2000 aldıq cavabımıza. Aydın oldu ya, bundan ibarətdir. Burada da və yaxud da eyni şəkildə yüksəldirəm deyə kvadrata çıxır gedir. İndi gəlin buna aid bir iki dənə nümunə siz mənə deyin. Demək gedirik İlyas, Nigar, Elcan, Aysu. Mənə deyim müəllim, yoxsa cavabını deyə birbaşa. Cavabını de. Həll elə cavabını de. Yaxşı. Nə pis rəqəmdir o. 1, 2, 3, 4. Müəllim, mən tapdım, oldu. Oldu. Aha. Sen tapdın 10. İlyas tapa bilmir. İlyasın rəqəmi pisdir. Ya sən rəqəmin dəyişək. Belə edək. Ya belə də sənin rəqəmin asan da olsun. 1 olsun qoy. Belə yazıram. Ya Mən tapdım elə bir yaxşı ilə 9 oldu. necə tapdın 9-u? Mən yaxşı. 5 0 siləndə olur 0,5. Elə getdim. 5 dənə sıfır yox, 4 dənə sıfır sayırsan. 4-ü 1, silib elimdən bir dənə 0 atıram da 0,5 olacaq. 5. Ay sağ ol. 1 santimetrdə 0,5 kilometr. Eləmi? Bəli. Bəli mən. Ha, buradan nə etdin? Hı, bura nə oldu bəs? 4,5 oldu müəllim o. 4,5 də santimetrin kvadratı. X. X buradan bərabər nə olacaq? 0,5-in kvadratı nə qədər edir? 0,25. 0,25. 125. Bunda vurursan 4,5-ə. Buradan alacağın cavab sənin cavabındır. Burada bəli, 5 dənə 0 sildi. Nigar yenə bəxti gətirdi. Asan rəqəm düşüb. 2-yi vurdum 5-ə, 10 aldıq. 10 alarsan çıxıb gedəcək. Elcan, Müəllim, mən 12 aldım. aha, demək 5 dənə 0 sildin. Qaldı 2, 2-ni yüksəltdin kvadrata, aldın 4. Aha, 4 aldın, 4-ü də vurdun neçəyə? 4 vurulsun 1,5-ə. Bu neçə edir? 6, 12, 24 etməlidir, Hı. eləmi? Həmin mən sıfır Hə, yapmışım. 4 Müəllim mənim 1,5 ədədimdə onda 4-ə tam ədəd edir. çıxmır. Cavab çıxmır tam. Necə? Müəllim mənim ədədimdə tam cavab çıxmır. Eləsi düşüb ki mənə. Olsun çıxmasın, bir fərqi yoxdur cavabın çox elə. Bəli. Hesab Təqribən edə bilərsən. 1,12 düşür müəllim. Hə, mən də hesablamışdım. Ha, burada Bəli. bunu aldıq. Aysu, 1,5 aldım.
1,5. 4 6'ya vurdun 24 santimetrin kvadratıdır. 1, 2, 3, 4, 5. Bu da belə. 0,25 olacaq bu. Bunu da yüksəldərsən kvadrata. Deməli, edəcək nə bunlar rəqəmləri alınır. Bu da 24. 1,5 bəli. 1,5 sən burada alacaqsan, gedəcək. Bu sualdakın bunu bura vuracaqsan, aldığın da bunun kvadratına. Ya aydın oldu da əsas məsələ bizəkin cavablara çox takılmayın. Yəni məsələnin gedişatı nədən ibarətdir? Bu belədir. Bundan ibarətdir. İndi digər hal üçün məsələ tapsam buralarda bilmirəm var. Bax, burada məsəl üçün belə bir sual var. 141-ci sual. Deyir ki, həqiqi sahəsi bu qədər olan adanın xəritədəki sahəsi 22 kvadrat santimetrdir. Xəritə adanın ucqar şimal nöqtəsi ilə cənub nöqtəsi arasındakı məsafə 6 santimetrdir. Deməli, bir xəritəmiz var. Xəritənin həqiqi məsafəsi verilib bizə 7942-dir. Xəttdəki məsafə də verilib bizə 22-dir, kvadrat santimetrdir. Bu da ki, kvadrat kilometrdir. Bu tip suallarda uşaqlar məsələnin düsturuna yazmaq daha yaxşıdır. Miqyas bərabərdir, həqiqi bölünsün xəritəyə. Və bilirik ki, sahədirsə artıq bu kök altında nədir? Olmalıdır. Baxıram ki, burada miqyas bərabərdir. 7, 9, 4, 2 bölünsün 22 kök altında. Bunu böləndə 7, 9, 4, 2 bölünsün 22. Yəni 391 qalır. Ondan da kök 19. 361 qalır. 61, 61. Bəli. Hə. Buradakı kök neçə çıxır? 19. Eləmi? Bəli. Tapdım ki 19 nə aldıq burada biz? Miqyasımızı aldıq. Deməli, mənim miqyasım 19-dur. Yəni, bax, bu deməkdir ki, 1 bölünsün 19. Arxasında 5-dən 0. Miqyasımız budur. Və deyir ki, arasındakı məsafə nə qədərdir? 6 santimetr. Füsyo. Gəldik, standart dənə məsələmizi aldıq. Bu miqyaslı xəritədə AB arasında qalan məsafə nə qədərdir? 6 santimetrə bərabərdir. Buradan yenə 5 dənə 0 sildik. Yazdıq 1 santimetrə 19. 6-ya isə x yazdıq və vurduq tənasübümüzü etdik, həll etdik, getdik. Yəni, sual böyük görünsə də problem yoxdur. Yazırsan, gedir. Sadə şeylərdir. Bir çox məsələləri testlərdən yığışdırıblar. Əvvəllər yaxşı suallar var idi. Yeni toplullarda bir çoxunu yığışdırıblar ki. Yenə ona aid güvənin falan testində olmalıdır zənnimcə. Oradan da tapsam göndərirəm sizə, işləyərsiniz bu tip suallar. Belə, buradan başqa deyəcək bir şey zənnimcə yoxdur. Yəni, yadımdan çıxan məncə bir şey yoxdur. Əsas lazım olanları dedik. Gəldik növbəti hissədə buralar biz şərti işarələrə. Şərti işarələr sadə bir dərsdir. Şərti işarələrdə nədir? İşarədir, yəni bildiyin işarədir. Məsəl üçün açırsan telefonda xəritəni, yeməkxana axtarırsan, baxırsan orada bir qaşıq, vilka, nə bilim, işarəsi var, yeməkxanadır bu. Açırsan xəritəni, market axtarırsan, o səbət işarəsi var, işarədir də bu. Və yaxud nə bilim, açdın xəritəni, orada yanacaq doldurma məntəqəsinin işarəsi var. Bunlardır. Bunlar şərti işarələrdir. Biz şərti işarələrin köməkliyi ilə xəritə üzərindəki o kiçiltdiyimiz əraziləri nə olduğunu görə bilirik. Məsəl üçün, mən ərazini kiçiltmişəm. Təbii ki, də kiçiltmə zamanı biz deyəcəyik növbəti dərslərdə ümumiləşdirmə bir anlayış var. Buna biz generalizasiya deyirik. Bu ümumiləşdirmə deməkdir. Yəni, lazım olan əsas elementləri seçib xəritənin üzərində veririk, planda veririk. Buna biz ümumiləşdirmə deyirik. Və məsəl üçün, mən bir ərazini təsvir edən zaman mənə oradakı Əli kişinin, Vəli kişinin, Pirvəli kişinin evi çox vacib deyil. Amma xəstəxanadır, məktəbdir, nə bilim, uşaq bağçası və s. bu kimi həyati önəm daşıyan obyektlər nədir? Önəmlidir deyə ön plana çıxardıram və onları müəyyən şərti işarələrlə nə edirəm? Təsvir edirəm ki, səhərsi gün ora kimsə gələndə tanımayan biri o xəritəyi açdıqda orada xəstəxananın yerini tapa bilsin və ya məktəbin yerini tapa bilsin. Aydın oldu bizə. Üç qrupa bölünür. Konturlu, miqyassız və xətti şərait işarələr. Konturlu sahəvi, miqyaslı da deyə bilərik. Miqyassıza isə miqyassızdır. Xətti isə qismən miqyaslı deyirik. Xətt boyunca uzanan obyektlərdir. Konturlu şərti işarələr uşaqlar nədir? Sahəvi, geniş sahə tutan. Məsəl üçün, əkin sahəsi.
göl, nə bilim, ada var orada. Nə bilim, meyvə bağı var. Bunlar nədir? Geniş sahə tuturlar. Biz buna yuxarıdan quş baxışı baxdığımız zaman biz bunları yerdə görə biliriksə, artıq bu sahəvi şərti şayə hesab olunur, konturludur yəni. Miqyassız şərti şayələr biz yuxarıdan baxanda bunları bir nöqtə formasında görürük. Yəni bir sahə tutduğunu görmürük. Məsəl üçün 10 dənə bina, bir dənə bina var, 10 dənə mənzil var orada. 10 dənə mənzili yanbayan tikib bir əkin sahəsini deyək ki, biz böyük sahəni tutmaqdansa üst-üstə tikib nə etmişəm? Ev düzəltmişəm və yuxarıdan baxanda mən bunu bir dənə görürəm, 10 dənə görmürəm. Artıq bu miqyassız şərt şayədir. Yəni yer tutmur da belə deyək sizə. Baxanda nöqtə formasına görürsən. Məsələn, tək kol, nə bilim, məktəb, yaşadığımız ev, bina, məscid, kilsə, su quyusu, yel dəyirmanı və s. bunlar nədir? Miqyaslı şərt şairdir. Xətti asandır. Xəttdə bir xətt boyunca uzanan şərti şairlərdir. Məsəl üçün avtomobil yolu, nə bilim, okean cərəyanı, sahil xətti, elektrik xətti, boru kəmər xətti. Bunlar hamısı nədir? Körpü yox. Körpü miqyassızdır. Yadımızda qalsın bu. Bax, çaktırmasın sizə. Körpü miqyassızdır. Çünki körpü bir ərazi üçündür deyə onu miqyassız qəbul edirik. Bu şərti işarələr xətt olacaq. Yerdə qalanlar hamısı xətti şərti işarələrdir. Yadda saxlayırıq. Konturlu şərt işarə ilə obyektin sahəsini müəyyənləşdirmək olur. Xətti ilə obyektin uzunluğunu müəyyənləşdirmək olur. Miqyassızla heç bir şey ölçmürük. Sadəcə olaraq obyektin yerini tapırıq. Vsyo. Bax, konturlu və xətti niyə xəttiyə qismən miqyas deyir? Çünki hər ikisində bir sahə ölçmək var da. Xəttdə boru kəmər xəttinin uzunluğunu hesabladım, tapdım. Konturluda əkin sahəsini peykdən baxdıq, həm yuxarıdan baxdıq və əkin sahəsini nə etdim? Sahəsini hesabladım. Amma miqyassızda bilmirəm dəqiq ölçüsünü. Sadəcə olaraq obyektin yerini göstərir bizə. Buradan lazım olan mənə əsas nədir? Qəbula düşərmi? Hə, niyə də düşməsin? Mən öz sınaqlarımda falan, testlərimdə də ki, tez-tez buna aid suallar da salıram. Şərti şayələr bunlardır. Bunları bilmək lazımdır. Bunların həmin bax bu konturlu. Bura real hissəsidir. Bura konturlu. Konturlu uşaqlar rəngsiz deməkdir də. Rəngsiz hissədir. Burada baxın, əsasən hansılar lazımdır? Bax, qarışıq meşə bilindi. Bu biraz yaxşı düşmür deyə göstərə bilmirəm burada. Kolluq, çəmənlik bilin, meyvə bağı bilin, kol bilin. Bax, bu kollu belə kolluqdur. Bunun bir dənəsi veriləndə tək kol olur. Bu tək ağacın işarəsidir. Bu seyrək meşənin işarəsidir. Burada bax görəcəksiniz belə bir işarə verilib təxminən. Sonra dollar işarəsi burada bilmirəm var idimi yoxsa yox idi. Dollar deyəsən yoxdur. Verilməyib deyəsən dollar burada. Dollar işarəsi belə bir işarələr verilirsə bu üzüm bağını göstərir, üzümlüyü göstərir bizə. Bunları bildik. Sonra məsəl üçün toçka şəklində verilirsə, bax bu ay şəklində verilibsə o günəşə bənzər. Bu yel dəyirmanının işarəsini göstərir bizə. Məktəb binasıdır. Məsələn, bax bu dəmir yolu stansiyası, bunu da bilin, lazım olur. Başqa buradan çox digərləri lazım. Yarğan məsəl üçün bilin, istifadə edirik yarğanı da. Bunlar iynəyarpaqlı meşə bilmək lazımdır. Yenə də qumlaqdır bura, qumluq ərazi. Əkin sahəsi boş sahədir. Yenə də internet üzərində araşdırsanız tapa bilərsiniz. Orada da var. Məncə PDF-in içərisində də mən vermişəm. Onu da göndərəndə baxaram orada. Yoxsa da özüm təzədən internetten tapıb göndərərəm sizə. Yadıma salmamaq üçün onu göndərim mən sizə. Bu belə şərt işarələr bundan ibarətdir. Bir də uşaqlar, üfüqün cəhətləri var. Üfüqün cəhətləri nədir? Üfüq, yəni bizim gözlə görə bildiyimiz son nöqtədə üfüq nöqtəsi, üfüq xətti hesab olunur. Baxdığımız zaman görürük ki, elə bil yerlə göy bir-birinə qovuşur. Ora bizim üfüqümüzdür, son nöqtəmizdir. Biz üfüqün cəhətlərini öyrənən zaman üfüqün cəhətini kompasla, transporterlə təyin edə bilirik və yaxud da ki, yerli cisimlərlə təyin edə bilirik. Necə yerli cisimlərlə təyin edirik? Məsəl üçün ağacın mamırlı tərəfi və yaxud da ki, nə bilim, qarışqa yuvası görə tapa bilərsən, günəşə görə tapa bilərsən. Hə, arxanı çevirirsən günəşə, qollarını açırsan, sağ-sol belə, hə, şimal, cənub. Günəş çıxan tərəf şərqdir, günəş batan tərəf qərbdir. Bunları yəqin ki, bilirik də, yəni. Hə, bunlar əsasən biz tapırıq üfüqün cəhətini. Məsəl üçün, şimal yarımkürəsində yerləşən bir ağac günəşi özündən cənubda görür deyə əsasən. Təbii ki, burada enlik var. İndi onları biz deyəcəyik.
Ə, Bu ağacın şimal tərəfi mamırı olacaq, cənub tərəfi mamırsız olacaq. Çünki cənuba günəş daha çox düşür, isti olan tərəfdən mamır olmur, amma şimal tərəfi ağacın rütubətli qalır deyə mamır var. Buna görə şimal oldu bu tərəfi. Və yaxud da ki, nə bilim, kompas ən rahatıdır ki, yəni günümüzdə istifadə olunan kompasdır. Kompasın əqrəbi həmişə şimal və cənub qütblərini göstərir hər zaman. Amma bəzi yerlərdə qütb ətrafı ərazilərdə və bəzi dəmir faydalı qazıntıların çox olduğu ərazidə kompasın əqrəbi ümumiyyətlə işləmir. Eləcə yerindən fırlanır. Maqnitin çox olduğu ərazidə işləməyəcəkdir. Sonra qarışqa yuvası. Qarışqa öz yuvasını gün çıxan tərəfə tikəcək. Evlərimiz məsəl üçün düzdür, indi bu qayda çox gözlənilmir son vaxtlar. Amma genəllə köhnə evlərə baxanda görürsən ki, evlərin qapısı günəş çıxan tərəfə açılır. Çünki o vaxt evlərdə aynəbənd deyilən bir anlayış var. Bilməm eşitibsinizmi, bilirsinizmi nədir? Balkon deyirik biz indi. Ora şüşəbənd də deyirlər bəzən. Şüşədən ibarət olub köhnə cəmiyyətin, insanların evi hamısı. Bunlar yəni gözləyirlərmiş ki, səhər-səhər tezdən günəş çıxanda o şüşəbənddən evə düşsün məsəl üçün. Və ya bu kimi mənə görə mən bu şəkildə bilirəm, bildiyim budur. Bu kimi şeylərə görə biz üfüqün cəhətlərini təyin edilmişik də müəyyən şeylərə görə. Deməli biz yəni burada nəyə fikir vermək lazımdır? Üfüqün cəhətlərini bildiyimiz zaman yenə deyirəm ki, real həyatda təbii ki, də öyrənmək də gözəl bir şeydir. Amma əsas bizə lazım olan müstəvi üzərindədir. Yadda bax dəftərimizi açıb qabağımıza qoyanda dəftərimizin yuxarı hissəsi şimaldır, aşağı hissəsi cənubdur. Sağ tərəfimiz şərqdir, sol tərəfimiz isə qərbdən ibarətdir deyəcəksiniz. Bunlar cəhətlərdir. Şimal, cənub, şərq, qərb cəhətlərdir. Bir də var azimut anlayışı. Azimut bucaq deməkdir uşaqlar. Biz orada artıq bucaqla öyrənəcəyik. Deməli, yer kürə formasındadır. Gəlin bunu belə öyrənək. Yer kürə formasındadır və kürə formasında olan bu yerimizi mən 4 dənə hissəyə ayırıram. Bu kürənin, yəni dairənin daxili neçə dərəcədir? 360 dərəcə. 360 dərəcəlik biz ərazimizi bölüb 4 dənə hissəyə. Hər bir hissəm oldu nə qədər? 90 dərəcə, 90 dərəcə. Yəni elə bil ki, yer kürəsini 4 dənə hissəyə ayırsan, hər biri 90 dərəcə olmaqla. Və yaxud da ki, buradakı bucaqlara nədir? 90 dərəcəyə bərabər olduğunu biz deyə bilərik, perpendikulyardır hər biri. 90 dərəcə ayırırsan. Şimala 0 verirsən, 0 dərəcə, başlayırsan getməyə. Hər birini 90-dır, bax, hər birinin arası 90-dır. Və ya da bu çevrə dərsində səhv etmirəmsə olmalıdır da. Düz bucaq qarşısında duran qövs düz bucağa bərabər nə belə bir şey vardı yadımda təxminən qalıb. Bu bucaqla bu qövs bir-birinə bərabərdir. Bu bucaqla bu qövs bir-birinə bərabərdir. Bura 90-dırsa burada 90 olacaq. Burada 90 olacaq. Burada 90 olacaq. Burada həmçinin. Gördük nə etdik? 90-90 artdıq. Sıfırdırsa, sıfırın üstə gəldim 90. Aldım şərq istiqamətini. Bu azimutdur, bax. Bucaq. 90 üstə gəldim 90, aldım 180. Bunları əzbərləyin ha. Üstə gəldim 90, aldım 270. Üstə gəldim 90, aldım 360. Və bunu da biz tamamladıq. Tam bir dövrəni tamamladıq. Yəni ki, 360 dərəcəni böldüm 4 dənə hissəyə, 90-90 getdim və üfüqün cəhətlərini aldım ki, şimal istiqamətim, bax, şimal istiqamətimizin azimutu nədir? 0, 360, şərq istiqamət 90, cənub istiqamət 180, qərb 270-dir deyəcəklər. Bu rəqəmləri əzbər bilməyimiz vacibdir bizə. Bu üfüqün cəhətləridir. Bundan ibarət olan bir şeydir. Fərqli bir şey deyil. Və burada biz bunu yenidən 4 hissəyə də bölə bilərik, hər birini. Bu artıq olacaq aralıq cəhətlər hesab olunacaqdır bu hissələrdə belə böldüyümüz zaman. İndi biz 360-ı bu dəfə 8 yerə bölürük. Bu zaman nə olur? Hər biri 45 dərəcə olmaqla bucaq alınır. Onda bura 0 olanda üstə gəldim 45 nə olduq? 45 dedi. Üstə gəldim 45 oldum 90. Üstə gəldim 45 aldım 135 dərəcə, üstə gəldik 180 oldu, üstə gəldim 225 olduq, topladıq yenə 270, topladıq 315. Bunlar oldu aralıq cəhətlər. Aralıq cəhətlər hansılardır? Bu 45-45 gedən cəhətlərimizdir. Bu adlanacaq şimal, şərq istiqaməti, cənub, şərq istiqaməti, cənub, qərb istiqaməti, şimal, qərb istiqaməti. Deməli, 4 əsas və 4 aralıq olmaqla biz 8 dənə cəhət öyrəndik. Üfüqün cəhətinin 8 dənəsini öyrəndik. Şimal, şimal-şərq, şərq, cənub-şərq, cənub, cənub, qərb,
qərb, şimal-qərb və şimal istiqaməti olmaqla 8 dənə burada biz cəhd edirik. Bunu yenə parçalaya bilərəm. Məsəl üçün, buradan da bir dənəsini bölə bilərəm. Bu səfər elə bil ki, 4 dənə də əlavə bölürsən də artıq və hər bir bölgüdə 22,5-dən düşəcək. Hə, onda olur bura 0, bura oldu 22,5. Üstə gəldim 45. Üstə gəldim 22,5 neçə edəcək? 67,5. Üstə gəldik 90. Başa düşdün? Bu şəkildə gedə bilərsən. Ha, bunu da edə bilərsən. Bunlar artıq rüblər olaraqdan bölünür. Bunları dənizçilər daha çox istifadə edir. Bizə lazım deyil də. Yəni bizə lazım olan 4 əsas və 4 dənə də aralıq cəhət bilmək lazımdır. İndi məsəl üçün buradan nə verə bilər bizə? Deyə bilər ki, e, 90 dərəcənin əksi olan azimut hansıdır? 90-ın əksi olan neçədir? 270 dərəcədir. Sıfırın əksi neçədir? 180 dərəcədir. Və yaxud da 45-in əksi neçədir? 225 dərəcəyə nədir? Bərabərdir deyəcəksən. Bu şəkildə bilə bilərsən. İndi məsəl üçün sənə burada elə bir verib, məsəl üçün belə deyək də. Bax dedim, bu hamısını sürdüm hə. Verib 80 dərəcə. Belə verib. 80 dərəcə. Deyir 80 dərəcənin əksi neçədir? Sən bunu hardan bilsən ki, bu 80-ın əksi neçə olacaq? Bunu tapmaq üçün bəzən bunu riyazi yolla da gedirlər. Amma mənə görə ən tapmaq üçün ən asan yolu budur ki, sən 90 dərəcədən nə qədər yuxarıdasan? 10 dərəcə. Demək burada da sən 10 dərəcə aşağıdan çıxmalısan. Olacaq neçə? 260 dərəcə üstü. Məsəl üçün, bura sənə verilib deyək ki, 10 dərəcə veriblər. Belə bir 10 dərəcənin əksini bizdən soruşur. Hə, sıfırdan nə qədər gəlmişəm sağa? Hə, demək sıfırın əksindən o qədər sola getməliyəm. Belə gələcəm, olacaq neçə onda? 190 dərəcə üstə gəlirsən. Bunlar düzdür, sadə ondan çox da düşən bir şey deyil. Yəni sadə şeylərdir də. Və yaxud da nə orada 180 dərəcədən çıxmaqla, 360-dan çıxmaqla tapmaq da mümkün olan bir şeydir. Amma məncə bu daha rahat gəlir mənə. Yenə baxın özünüzdə. Bu belə. Bir-birinin də əksini tapmağımız bu şəkildə mümkündür deyəcək. Sonra üfüqün cəhətindən burada bax bu verilib həmin deyən burada var. Əgər 0-360 arasında dəyişir, hər hansı bir istiqamət və ya azimut hərəkət edən əks istiqaməti müəyyən etmək üçün aşağıdakı qayda istifadə olunur. Bucaq 180 dərəcədən böyük olan halda çıxırsan 180-dan, kiçik olan halda üstə gəlirsən 180-dan. Eyni bir şey olur yəni. İndi bizə suallar buradan nə verilir? Sadə suallardır. Bu güvənin sınaqlarından da istifadə olunur. Biz hər zaman çəkirik bu ox üzərisindən. Çox qəşəng çəkdim. Belə bir oxumuzu çəkirik və üzərisində də ki qeyd edirik. Şimal istiqamətdir, şərq istiqamətimizdir, cənub istiqamətimizdir və qərb istiqamətimizdir. Bizə deyir ki, səyyah məsəl üçün şimal istiqamətində 4 kilometr getdi, sonra şərq istiqamətində 4 kilometr getdi. Başladığı bu nöqtəyə ən qısa hansı yolla qayıdır? Burada kilometrin çox da bizim üçün əhəmiyyəti yoxdur. Gəl baxıram burada. Deyir ki, səyyah rəngimizi dəyişək. Hə, səyyah bu məntəqədən, hər hansı bir məntəqədən başladı. Şimala doğru gedib nə qədər? 4 kilometr. Sonra isə şərq istiqamətinə gedib 4 kilometr. Bu nöqtəyə qayıtmaq üçün ən qısa yolu soruşun. Bu artıq diaqonalla qayıdacaq. Ən qısa yol. Yəni mən bura B-yə də qayıda bilərdim. Buradan fırlanıb B-yə də qayıda bilərdim. Başa düşdük. Öz gəldiyim istiqamətlə fırlanıb da qayıda bilərəm. Amma bizə deyir ki, ən qısa yol. Ən qısa yol oldu hansı? Bax bu istiqamət. İndi bu istiqamət hansıdır? Qərblə cənubun arası. Yəni cənub-qərb. Bucağı neçədir? 225 dərəcəlik bucaqdır. Bu tip suallar olur. Məsəl üçün bunu belə verirsən. Deyir ki, səyyah 90 azimutla getdi. Sonra isə 270 180 azimutla getdi. Qayıtdı nöqtədən. Sən artıq bilməlisən ki, bura 0-dır. Bura 180-dır aşağı. Bura 90-dır. Bura 270-dir. Hə, mənim səyyahım 90-la gedib. Demək şərqə gedib. Sonra 180-la gəlib. Demək cənuba gəlib. Bu nöqtəyə qayıtmalısan. Yox, belə qayıtdım. Bu da diqqətli ol. Bax, bir də mən sənə deyəndə ki, səyyah getdi, nə bilim, şərq istiqamətində, sonra cənuba getdi. Götürüb bunu belə çəkməklə. Düz çək xətti. Bu şəkildə çəkdin. Hə, gəldin sən bura çıxdın. Hə, buradan artıq qaydında belə qayıdırsan.
diaqonal qayış. Yəni daha gətirim bu xətti çəkim belə gətirim çıxarım mən burada müəllim 180 verib. Gətirim çıxarım bunun yanına elə bir şeyə ehtiyac yoxdur. Yəni mən bunu öyrənəsiniz deyə deyirəm. Hə, məsəl üçün mən sənə deyim ki, səyyah getdi 0 azimutla. 0 haradır? Şimaldır, yuxarıdır. İndi mən sənə deyirəm ki, getdi 0-la. Sən yazdın belə 0-ı çəkdin. Sonra deyirəm ki, səyyah getdi şərq istiqamətində. Sən gəlib buradan gedirsən. Ha, bu səyyahın başı xarab mı olub? Bu səyyah nədir? Toydur, gerizəkalı nədir ki? Gəldi bu boyda yolu çatdı bura, təzədən qayıtdı, gəldi bura, buradan getdi. Xeyr. Yəni bunu buradan çəkmək artıq düzgün deyil. Biz hardan çəkməyik bunu? Gəlib çatdığın nöqtədən. İndi mən sənə deyirəm bunu çarpmamaq üçün. Bax nə deyirsən? Deyirsən ki, səyyah getdi şərq istiqamətində. Üzü şərqə bir ox çək. Oxu hardan başladın çəkdin? Buradan. Eləmi? Bura bir A nöqtəsi qoy səni çaxdırmasın deyə. Harda bitirdin? Burada bitirdin B nöqtəsində. B nöqtəsini qoyduq bura. Vsyo. Deyirəm səyyah getdi cənub istiqamətində. Nə etdi? Cənuba doğru xətt çəkdi. Gəldi bura, burada bitirdik C nöqtəsində. İndi C-dən Aya qayıtmaq üçün hansı olacaq? Bu istiqamətdə qayıtdım. Hə, indi bu istiqamətin adını mən bilmirəm. Nə edirəm? Tez üzərisindən belə bir dənə xaç şəkli qoyuram, yazıram. Şimal, şərq, cənub və qərb. Hardan qayıtdım? Şimal və qərb istiqamətinin aralığından qayıtdım. Yəni 315 ilə qayıtmış olduq. İndi bir dənə nümunə deyəcəm, bir-bir gedək. İlyas, səndən başlayıram. Sən bilirsən bunları deyə düşünürəm. Deməli, səyyah getdi cənub istiqamətində. Sonra Aşağıya da. qərb istiqamətində. Sən özün deginən. Əhlə. Hə. Dəftər varsa dəftərə çək deginən. Səyyah getdi cənuba, sonra getdi qərbə. Qayıtdığı istiqamət. 45 dəqiqə 45 dərəcə olmalıdır müəllim. Aha. Baxaq indi. Səyyah getdi cənuba, çatdı bura. Sonra getdi qərb istiqamətində. Və qayıtmalı olduğu istiqamət bu istiqamət. Bunu bir şeyə tam koordinatla verək ki, uşaqlar rahat olsun. Şimal, cənub, şərq, qərb. Ha, səyyah getdi cənub istiqamətində, sonra qərb istiqamətində getdi və qayıtdı bu istiqamətdə. Şimalla şərqin arasına düşdü. Bəli, 45 dərəcə şimal şərq istiqamətindən getmiş oldu. Növbəti verirəm Nigar sənə. Səyyah getdi qərb istiqamətində, sonra şimal istiqamətində. Mənim qərb istiqamətinə gedir 270, şimala Aha, gedir 360. aha. 0 və 360. O da Geri qayıtmağım. 360. Bir dəqiqə. 110 da müəllim. Niyə 110 olur? Yəni lazım deyil. Bucaq demək. Yəni istiqamətin adını de. Hansı istiqamət olacaq? Mən qərb istiqamətinə. Baba, mən buradayam da. Mən birinci getmişəm qərb istiqamətində. Eləmi? Bax, Bəli. getmişəm qərb istiqamətində. Buradayam. Buradan qalxmışam şimala. Buradayam. Və buradan geri qayıtdım. Hara çatdım? Cənubla şərqin aralığı Cənub şərq. çatmış olduq. Hə. Diqqətli olaq. Bir iki adam çağır, sonra düzəlir özü. Yoluna düşəcək hamısı. Deməli, gəldik Elcan. Buyurun. Elcan, sən gedirsən, sənin səyahın gedib şərq istiqamətində, sonra gedib cənub istiqamətində. Bax, bunu mən sənə deyəndə beynində canlanır. Bir kağıda çəkilən. Kağızda şərqə bir ox qoy, cənuba bir ox qoy, sonra geri qayıt. Yəni götürə qayıtsın. Benim Harada şimal qaldın? qərb Ay, istiqamətində. demək, səyyah getdi şərq istiqamətində, səyyah gəldi cənub istiqamətində, geri qayıtdı şimal qərb istiqamətində, yəni 315. O bucaqları əzbər bilmirsiniz deyə olar çarxarsınız, heç olmaz. Əzbərindən sonra öyrənəcəksiniz onu. Sonra gəldik Aysu. Aysunun səyyahı getsin hara? Aysunun səyyahı gedib cənub istiqamətində, sonra gedib şərq istiqamətində. Peki müəllim. Cənuba gedib, sonra şərqə gedib. Mesela bot çağırıb Aysunun səyyahı. Bot da gəlmiş desən. Səyyah gedə bilmir. Aysun oldu səyyaha.
Bilmədim, bilmədim. Hə, eyb yox. Canın sağ olsun. Bilmədim, bilmədim. Səyyah, bax deyəndə, səyyah getdi cənub istiqamətində. Səyyah getdi şərq istiqamətində. Geri qayıtmalıyam. Yox, şimaldan qərb aralığına geri qayıtdım. Xətti çəksəniz, əslində rahatdır görəcəksiniz abi hər birini. Məsəl üçün deyirəm özüm üçün. Səyyah getdi qərb istiqamətində. Xətti çəkdim qərbə. Səyyah getdi şimala doğru. Çəkdim şimala. Geri qayıtmalıyam. Yox, qayıtdığım istiqamət oldu bu tərəf. İndi görün bu tərəf hansı tərəfdir? Bura şimal idi, bura şərq idi, bura cənub idi, qərb idi. Demək nə oldu? Şərqdən qərbin aralığında qayıtdım. Ha getdiyin tərəfdən də hələ ki şeyləri bilmirsiniz. Bax, otur evdə bunu öyrənmək üçün. Kağız üzərində şərqini, qərbini, şimalını, cənubunu tutandan sonra taparsan. Yəni mən əgər bilirəmsə, bir dəqiqə bunu yığışdırım mən. Bilirəm ki, bura şərqdir, bura qərbdir, bura şimaldır, burada cənubdur. İndi mən sənə sual verirəm. Səyyah getdi şərq istiqamətində. Şərqə bir ox çəkdim. Səyyah getdi cənub istiqamətində. Cənuba bir ox çəkdim. Qayıtdım geri hara? Şimaldan qərbin aralığında. Görürük ekranı. Sonra, məsəl üçün deyirəm ki, səyyah getdi bu dəfər şimal istiqamətində. Şimala bir ox çəkdik. Şimdi biraz əyri çəkdim mən. Hə, getdi şimal istiqamətində. Sonra getdi səyyah şərq istiqamətində. Çəkdim bura, birləşdirdim. Hara düşdü? Cənubdan qərb aralığına. Cənub-qərb oldu. İndi olar ki, səyyahın birdən beyni çönür, adamdır da, insandır bu da. Bu səyyah deyir ki, getdi şimal istiqamətində. Geri qayıtmağa ən qısa yol hansıdır? Gəldiyi istiqamət. Bu cənuba qayıdacaq geri qayıdan zaman artıq. Nə bilim, sonra bu səyyah birdən lap belə çılğıncasına səyyahlıqla məşğul olur. Deyir ki, şimala getdi, sonra şərqə getdi, sonra cənuba getdi. Bu nöqtəyə qayıtmalıdır. Artıq bu qərblə qayıdacaq. Çünki gəldiyi istiqamət burada, bax, bura dedik qərbdir, bura şərqdir. Bura şimaldır, bura cənubdur. Getdi şimala, şərqə, cənuba, gəldi, qayıtdı qərbə. İndi onlar ekstra olaraq səyyah belə bir işlə görə bilər. Deyir ki, səyyah getdi şimala 4 kilometr, məsəl üçün şərqə getdi 4 kilometr, cənuba getdi 8 kilometr. Burada səyyah bu nöqtəyə hardan qayıdacaq? Artıq qayıtma istiqaməti belədir, diaqonala düşür. Gördük, çəkdik bunu. Üstdən də bunu qoyduq belə. Bilirik ki, şimaldır, şərqdir, cənubdur və qərbdir. Şimalla qərbin aralığında qalan hissə olacaq deyir. Olacaq şimal-qərb istiqaməti. Bunun üzərisində çox qalmıram. İzaha baxanda yenə anlayacaqsınız onsuz da da oradan. Biraz da bilirəm ki, artıq yorulubsunuz. Dərs uzun çəkdi. Ona görə çox da yorulmaq istəmirəm o hissədən sizi. Bu dərsdə oxuyursunuz, relyefin təsvirinə qədər olan hissəni oxuyursunuz. Test vermirəm. İndi bunlara aid çalışaram ki, suallar düzəldim, atım sizə sadə primitiv suallar. Onları yazın, onların üzərisində işləyin ki, sizin üçün tam aydın olsun. Oxunacaq əslində çox böyük bir şey yoxdur. Sadəcə olaraq izahı qarşınıza qoyun. Bir də dimin testində açın da, dimin testində bu keşiklərimizə aid olan suallar var ki, tapa bildiyinizi yazın. Yaza bildiyinizi yazın. Yazamadığınızda qalsın. Ya da atın qrupa, qrupda müzakirə edin. Bir də çalışmışam həmişə qrupda özünüzlə bunu dayandırım.